Bu həftə Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin uzun fasilədən sonra bir araya gəldilər. Görüş zamanı aparılan müzakirələr və verilən açıqlamalar göstərdi ki, iki ölkə arasında əsən soyuq küləklər artıq səngiyib və münasibətlər normallaşma mərhələsinə qədəm qoyub. Azərbaycan və Rusiya liderlərinin nümayiş etdirdiyi siyasi iradə isə bu gərginlikdən istifadə edərək vəziyyəti daha da qızışdırmaq istəyən qüvvələrin planlarını alt-üst etdi. Uzun müddətdən sonra baş tutan bu görüş təkcə dialoqun bərpası deyil, həm də qarşılıqlı etimadın yenidən qurulması baxımından mühüm mərhələ hesab olunur. Artıq əminliklə demək olar ki, Bakı ilə Moskva arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və strateji tərəfdaşlıq prinsipləri əsasında yeni bir mərhələyə qədəm qoyur. Xatırladaq ki, Rusiya-Azərbaycan münasibətləri gərgin dönəmlərdə belə tam dayanmayıb. Məsələn, 2025-ci ilin ilkin iqtisadi göstəricilərinə görə iki ölkə arasında xarici ticarət dövriyyəsinin 16% artacağı proqnozlaşdırılır. Ekspertlər hesab edirlər ki, münasibətlər bundan sonra da hər iki tərəfin maraqları çərçivəsində daha da dərinləşəcək. Siyasi məsələlər həll olunduqdan sonra iqtisadi sahədə əməkdaşlıq, kooperasiya bir qədər də genişlənə bilər və Azərbaycan bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır. Azərbaycan heç vaxt münasibətlərin gərginləşməsinin səbəbkarı olmamışdır. Münasibətlər müttəfiqlik haqqında qarşılıqlı fəaliyyətə uyğun olaraq qurulmalıdır. Siyasi təhlilçilər hesab edirlər ki, Bakı və Moskva arasında münasibətlərin normallaşması təkcə bu iki ölkənin deyil, ümumilikdə regionun sabitliyi və təhlükəsizliyi üçün də vacibdir. Rusiya prezidenti Vladimir Putinin də qeyd etdiyi kimi, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşma və əməkdaşlıq mühiti davam edir. Emosiyaların bu münasibətlərə təsir göstərməməsi isə iki tərəfli əlaqələrin sabitliyinin əsas təminatıdır. Bu yanaşma eyni zamanda iki ölkə arasında gərginlik yaratmağa çalışan bəzi idarələrin planlarını boşa çıxardı. Bu həm də Bakı və Moskva arasında süni konflikt yaratmaq istəyən, o cümlədən Rusiyada fəaliyyət göstərən bəzi radikal qruplara bir mesaj oldu. Dövlətçilik məntiqi emosiyalara üstün gəldi. Bu münasibətlərin inkişaf etməsi yalnız iki tərəfli çərçivədə qiymətləndirəcək bir proses deyil, bütövlükdə regional inkişafa, regional sabitlik və təhlükəsizliyə töhfə verəcək bir dinamikadır. Münasibətlərin elə durulmuş mərhələsində olmasında müəyyən maraqlı olan qüvvələr də var idi. Biz o qüvvələrin müəyyən fiqurların dili ilə öz fikirlərini media üzərindən çatdırdığını da şahid olurduq. Bir sözlə, Bakı ilə Moskva arasında münasibətlərin normal məcraya yönəlməsi hər iki ölkənin, eləcə də regionun maraqlarına tam uyğundur. Düşənbədə baş tutan bu görüş sivil, rasional və praqmatik diplomatiyanın qələbəsi oldu. İndi əsas məsələ bu müsbət dinamikanı qorumaq, siyasi dialoqu davam etdirmək və iqtisadi əməkdaşlığı daha da irəlilətməkdir. Mələk İnqilablı, ATV Xəbər.